Salam, hörmətli müəllimlər, dəyərli şagirdlər və əziz tədbir iştirakçıları. Hər birinizi Gənc Tədqiqatçılar tədbirində, layihəsində görməkdə məmnuniyyət hiss edirik. Bizim bugünkü mövzumuz əsasən telefonların inkişaf tarixidir. Bilirsiniz ki, hal-hazırda artıq yaşından asılı olmayaraq hər bir gəncin, insanın, uşağın belə əlində telefon var. Çünki artıq telefonlar, mobil telefonlar, kompüter, planşetlər həyatımızın bir hissəsinə çevrilir. Bəziləri telefonu özlərinə qurban seçirlər, bəziləri isə mobil telefonların qurbanı olur. Əslində, bəzi insanlar mobil telefonları yaxşı məqsədlərlə istifadə edir, amma elə insanlar da vardır ki, onu əsasən mənfi yönlərə doğru istifadə edirlər. Əlbəttə ki, bu çox mənfi bir nüansdır. Kaş hər kəs mobil telefonları yaxşı yöndə istifadə edə bilsin. Mobil telefonların inkişaf tarixi ilə bağlı xüsusi nüanslar olaraq bunu bildirə bilərik ki, hal-hazırda istər Apple, istər Samsung, Redmi, Honor kimi telefonlar artıq yayılmışdır və illər keçdikcə bunların ilk telefonlar, məsələn, Nokia'nın inkişaf tarixində bunu nümunə göstərə bilərik ki, Finlandiyanın Nokia şəhərinin adı ilə bağlıdır. Finlandiya əsasən kitablarında xüsusilə bilinir ki, Grigori Petrovun Ağzambağlar ölkəsi kitabı vardır və həmin kitabda Finlandiya əvvəla Bataqlıqlar ölkəsi, daha sonra isə Ağzambağlar ölkəsinə çevrilmişdir və həmin əvvəllər Bataqlıqlar ölkəsi olan Finlandiyanın Nokia şəhərinə Osmanlı Fatimə verəcək. Mobil telefonlar bizim üçün rabitə vasitəsidir və əsasən şəbəkəli danışma üçün istifadə olur. 1998-ci ildə Tez rabitəsinin kommersiya istismarından sonra telefon stansiyasının əhatə dairəsindən kənar mobil telefonlar meydana gəlməyə başlamışdır. Mobil telefonların ikinci dəfə dünyaya gəlişi isə 20-ci əsrin 80-ci illərində simsiz rabitənin tətbiqi nəticəsində başlanmışdır. Son olaraq qeyd edək ki, başlanğıcında Alexander Graham Bell dayanır. Bell əslində telefonu icad etmək üçün yox, insan səsini daha uzaq məsafələrə ötürmək üçün çalışır. O, xüsusilə eşitmə problemi olan insanlar üçün səs dalğaları üzərində araşdırmalar aparır. Bell düşünürdü ki, əgər səs elektrik siqnallarına çevrilə bilsə, insanlar bir-biri ilə uzaqdan danışır. Uzun sınaqlardan sonra Bell səsin titrəyişlərini naqil vasitəsində ötürməyi bacarır. Beləliklə, tarixdə ilk dəfə insan səsi bir cihazla başqa olmağa çağırır. Bəs ilk telefon bugünkü telefonlara bənzəyir. Xeyr, ilk telefon çox sadə idi. Nə ekran var idi, nə də düymə. Sadəcə bir mikrofon, bir naqil və səsi qəbul edən hissə vardı. Amma biz telefonların inkişaf tarihi ilə bağlı çox kiçik bir səhnəciyimizdə müəyyən nüanslar var ki, bəziləri onunla xüsusi bir dərs görüləcək, bəziləri inkişaf tarihi ilə bağlı var. Artıq hər birimizin əlində olan bir-biri ilə məlumat əldə etmək üçün və ya xəbərdarlıq, və ya xəbər ola bilər, və ya xəbərlər, və ya necə də belə söhbət etmək üçün sözü mütəmadi olaraq istifadə edirik. Bircə alo kəlməsindən sonra bu söhbətlər, xəbərdarlıq, sevinç və ya mənfuri xəbərləri biz eşidirik. Hal-hazırda səhnəciyimizdə də bir xəbər eşidəcək, elə alo sözündən başlayan kəlmədən sonra. Alo, nənə, eşidirsən? Qızım universitetə qəbul olub. Sabah məclisdir, mütləq gəlir. Burada bir yaşlı qadının, bir yaşlı ananın öz övladının xoş xəbərini öz qonşusuna bildirir. Yenə də bir alo kəlməsindən sonra bu hal-hazırda həmin ananın əlində istifadə etdiyi telefon çox köhnə bir model telefondur ki, biz sərgimizdə də həmin telefonlardan bir neçəsini nümayiş elətdirmişik. Çox köhnə bir telefondur, amma bu telefonun yəni nə qədər inkişaf etmiş və yaxud da ki, nə qədər bahalı olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas əhəmiyyət verilən xəbərdir ki, müəyyən bir nüans daşıyır. İllər keçir, artıq telefon
Bir zamanlar başının üstünde gördüğüm ay artık ayaklarımın altındadır. Əhsən sənə qızım. Hal-hazırda olan sənədcilikdə isə bunu nümayiş etdik ki, bir qız ki, vaxtilə universitetə, astrologiya və kosmologiya üzrə oxuduğu ixtisasdan illər keçdikdən sonra artıq kosmosdadır və ayrı olduğunu anasına xəbərdarlıq edir. Səhnəciyimiz bundan ibarət idi və səhnəciyimizdə bildirmək istədiyimiz əsas məqsəd də bu idi ki, illər keçir, telefonlar inkişaf edir. Bəlkə də modelləri, qiymətləri xeyli bahalaşır, amma insanın üz çizgiləri dəyişsə də sadəcə bu mobil telefonlarda qalan əsas şey isə xatirələrdir. Yəni, illər nə qədər keçsə də xatirələr yenə də öz xoşbəxtliyində, öz mövqeyində qalır. Bu qədər, təşəkkürlər.